Salam aleyküm, mən bugün yenə sizlərlə Azərbaycanın daxili siyasətinə kiçik də olsa müdaxilə eləmək istəyirəm. Mənim işim, fəaliyyətim xarici düşmənlərlə vuruşmaqdır, nəinki daxili siyasət. Bugün sizə Qərbi Azərbaycan cəmiyyətindən danışmaq istəyirəm. Son zamanlar mən onları tənqid edənlərdən, bəlkə də birincilərdən biri idim, amma son zamanlar görürəm orada biraz dirçəliş var, irəliləyiş var. Bu məni sevindirir. Və burada bir kanal açılıb. Yeni Qərbi Azərbaycan televiziyası. Sözünüzə xoşum gəldi, verişlərinin də bəzisi hələ ki xoşum gəlir, amma iradım nədir? İradım odur ki, Qərbi Azərbaycan televiziyası Azərbaycanın nə özünü, nə Qərbi Azərbaycan cəmiyyətini təmsil edə bilməz. Çünki bizim haqqımızda arayış almaq istəyənlər, yəni onlarda bir anlayışı yaranmağı üçün bizim xaricdə yaşayan insanlar heç də bizim Qərbi Azərbaycan kanalını açıb baxmayacaq, nə də bizim Az TV-yə, nə Boz TV-yə. Onlar açıb bizim sosial şəbəkələrə baxırlar. Biz sosial şəbəkələr olaraq Azərbaycanın daxili içini göstərən bir şəbəkəyik. Və bu şəbəkələr demək olar ki, bizim Qərbi Azərbaycan cəmiyyətində demək olar ki, yoxdur. Bir vaxtlar orada indi bilmirəm var, yoxdur, bir gənc xanım idi, Zülfüqarlı. Onun danışığına da baxmışdım, çox xoşum gəlmişdi. Belə savadlı, intellektual bir xanımdır. Bax, bu adamlara dəstək vermək lazımdır. Televiziyaya pul ayırmağa dəymər. Televiziyalar sadəcə dövlətin boyunda yükdür. Sosial şəbəkələrdə iştirak eləmək, sosial şəbəkə vasitəsilə öz fikirlərinizi çatdırmaq lazım. Bax, mən onun iştirakçısıyam, mən onu bilirəm. Həm yaradıcı, həm də iştirakçı, həm sosial şəbəkə istifadəçisiyəm, həm də onun özüm də onun sosial şəbəkələrin demək olar ki, əsas aparıcılarından biriyəm. Bizim fəaliyyətimiz bir xalq olaraq, illə Qərbi Azərbaycan cəmiyyəti olaraq fəaliyyətimiz odur ki, biz sosiallaşmalıyıq və biz fikirlərimizi tək özümüz deyib özümüz eşitməli deyilik. Bizim Azərbaycan dilində danışıqlarımız ancaq özümüz üçün danışırıq. Amma bizim, məsələn, dediyim o xanım, məsələn, rusca ya ingiliscə danışa bilən adamların daha çox fəaliyyətində olmalıdır. Yəni, həmin adamlara dəstək olmaq lazımdır. Daha çox televiziyaya yox, həmin adamlara, həmin sosial şəbəkə vasitələri, mümkünsə sosial şəbəkə vasitələri daha çox paylaşımlar eləmək. Televiziyanın, indi elə bir dövrdür gəlib ki, televiziya artıq xoşqədəmlərin, zaurların qazanc mənbəyinə çevrilir və yaxud pensiyaçıların, işi gücü olmayan adamların seriallarının vaxtını ötürməmək üçün bax elə bir qazanc mənbəyinə çevrilir. Televiziyalar bu səviyyə çatıb. Televiziyanın dövrü artıq batıb. Televiziya batıb, televiziyanın ölüb, televiziyanı bastıran bir adam lazım, o da bastıran yoxdur. Hələ də bizdə inkişaf edir televiziya vasitəsilə insanlar özlərinin nümayiş etdirməyə çalışırlar. Televiziyadan baxanda xəcərə çəkir. Mən istəmirəm ki, Qərbi Azərbaycan televiziyası da o vəziyyətə düşsün ki, hamı onu bastırmağa bir yer axtarsın. Sosiallaşmaq bu ən vacib məsələlərdən biridir.